Naxçıvanda çəkilişə getmişdim. 6 kvadrat metrlik yük maşınında 10 baş heyvan daşıyırdılar. Bizi isə məhkəməyə 6 kvadrat yerdə 15 nəfər olmaqla gətirdilər. Bu sözləri həbsdə olan jurnalist Fərdi İsmailov martın 2-si Toplum TV üzrə keçirilən məhkəmə iclasında deyib. O bildirib ki, proseslər ədalətsiz keçir. Ona görə də məhkəməyə gətirilməməsi ilə bağlı vəsadət verib. Vəkili Zibeydə Sadıqova da müvəkkilinin səhhətinin pis olduğunu xatırladaraq vəsadəti müdafiə edib. Hakim isə jurnalistin məhkəməyə gəlməməsi üçün əsas olmadığını deyərək vəsadəti təmin etməyib. Daha sonra Toplum TV-nin həm təsisçisi Ələsgər Məmmədli Dövlət Vergi Xidmətinin rəyində ziddiyyətli və yalan məlumatların olduğunu bildirib. O, rəyin sübutlar siyahısından çıxarılmasını istəyib, lakin məhkəmə vəsadətin baxılmasını təxirə salıb. Martın 5-də Naxçıvan hava limanına dron hücumu edilib. Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayaraq hücumda İranı günahlandırıb və 2 nəfərin xəsarət aldığını bildirib. Stat: İran ərazisindən həyata keçirilən bu dron hücumlarını qətiyyətlə pisləyirik. Azərbaycan ərazisinə bu hücum beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və regionda gərginliyin artmasına xidmət edir. Statın sonu. Təhlükəsizlik Şurasının iclasında çıxış edən İlham Əliyev hücumu terror aktı adlandırıb və buna görə İranın məsuliyyət daşıdığını bildirib. QT işi üzrə həbsdə olan sosial işçi Zamin Zəkiyə 8 il həbs cəzası istənilib. 2025-ci ilin aprelində saxlanılan Zamin Zəki cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmada ittiham olunur. O isə özünü təqsirli bilmir və ictimai fəaliyyətinə görə cəzalandırıldığını deyir. Vəkili Günay İsmailova məhkəmədə deyib ki, qrant vəsaitini cinayət yolu ilə əldə edilmiş əmlak kimi təqdim etmək hüquqa ziddir. Bu yalnız inzibati xəta kimi qiymətləndirilə bilər. Avropa Şurasının jurnalistikanın qorunması və jurnalistlərin təhlükəsizliyi üzrə platforması Azərbaycanda mediaya olan məhdudiyyətlərin dərinləşməsindən yazıb. Martın 3-də yayımlanan hesabatda deyilir ki, 2024-cü ildə başlayan repressiya dalğası 2025-ci ildə də davam edib. Stat: 2025-ci ilin sonunda Azərbaycanda 36 jurnalist həbsdə olub. Amnesty International bunun Azərbaycanın 2001-ci ildə Avropa Şurasına qoşulmasından bəri siyasi motivli ittihamlarla həbsə saxlanılan media nümayəndələrinin ən yüksək göstəricisi olduğunu bildirib. Statın sonu.